Hər birinizi salamlayıram kanalımıza, videomuza. Xoş gəlmisiniz. Bugün etiraflar videosunu çəkirəm. Sizin yazdığınız etirafları oxuyacağam. Yəni etiraflarınızı oxuyuram, belə deyim. Saat 17:23-dür. Düz yəni 6:23 dəqiqə işləyib. Bu videonu indi çəkirəm. İşığı yandırmışam. İşıq da çox pis vurur, yəni yuxarıdan. Buna görə başımı belə tutum gərək ki, video keyfiyyətli çıxsın. Etiraflarınızı oxuyuram. Mən etiraflar post paylaşmışdım ki, etiraflarınızı yazın. Siz də maşallah götürüb çoxu yəni suallarını yazıb. Suallar olmayacaq, sualları səsləndirməyəcəm. Mən sual-cavab videosu deyil, bu bir etiraflar videosudur. Yəni etiraflarınızı oxuyuram. Nəysə, getdik. İlk etiraf, onu yaxşı ki tanımışam. Buna nə reaksiya verim? Yaxşı ki tanımısan. Bir günlük, bu biraz uzundur, maraqlı gəldi mənə, oxuyaq bir. Bir gün məktəbdəydik, elə bir gün zarafata bax. Zəngdəki içəri vurulmuşdu. Dostum əsəbləşdirdi, məni qaçdı bayıra. Mən də onun dalınca getdim. Əlimdə də su var idi. Necə qapını açan kimi yəni qapını açan kimi tökdüm, bilmədim kim var qapının yanında. Müəllimin üstünə töküldü azca. Müəllim bizə baxıb nəsiniz keçin sinifə dedi. Bu ola bilər yəni. Müəllim sənə durub sərt cavab verməyəcək ki, yəni də durub sən vurmayacaq ki, deyirsən ki azca tökülüb. Hələ çay falan olmayıb. Çay falan tökülsəydi vəziyyət ağır olacaqdı. Çay. Məktəbdə çay nə edir? İndi bufetdə falan satırlar axı, kofe falan. Mən uşaq vaxt elə bilirdim ki, uşağı sadəcə öpüşməklə əmələ gəlir. Uşaq sadəcə öpüşməklə əmələ gəlir. Həqiqəti necə öyrəndim, soruşmayın. Yaz görüm həqiqəti necə öyrənmisən? Etiraf edirəm ki, etirafım yoxdur. Etiraf edirsən ki, etirafın yoxdur. Sən necə etiraf? Çöldən maşın keçdi, imkan vermədi, reaksiya bizə verək. Etiraf edirsən də, yəni ki, etirafın yoxdur. Nəysə, ağır söhbətdir bu. Uşaqlıqda elə bilirdim ki, köhnə filmlər ağ-qara olanda 19-20-ci əsrlərdə həyat hər tərəf ağ-qaradır, elə bilirdim. Abi mən də elə bilirdim. Biraz gülünç gələcək. Bilirəm, həmişə nə yuxu görürəmsə, mənasını gedib ChatGPT-dən soruşuram, bilmirəm niyə, amma maraqdan ola bilər. O ChatGPT mənim dostumdur. Nə olur ondan soruşuram, nə olur çox vaxt. Bilmədiyim şeylər olanda. Yuxu falan yox, heç yuxu görürəm ki. Ümumiyyətlə də yəni, məncə gülünç bir şey deyil. ChatGPT insanın dostudur, yanında olur. Balaca vaxtda elə bilirdim ki, vanilin üstündəki tort bişirdiyimiz kimi olacaq. Vanilin üstündəki tort, ayda bildim. Vanil var, kağızın üstündə tort şəkli var. Ayda. Əvvəlcə mən də elə bilirdim. Etiraf edirəm ki, seçdiyim peşəni sevmirəm. Mən heç peşəmin nə olduğunu da bilmirəm. Məktəbin stolunu qırmışdım və qırdığımı boynuma almamışdım. Yaxşı eləmsən. O qədər şey olub boynuma almamışam. Söhbət nə yerdə qaldı? Yaz bu videonun şərhinə. Ən sevdiyiniz suallar yazıblar. Çoxu mən də sualları oxuyuram. 2 dənə etiraf qaldı. Salam, həkimə getmişdim. Həkim evli idi, amma başqa bir qızla flörtləşirdi. Həkimin xəstəsi olub o. Uşaq vaxtı qonşumuzun pəncərəsini daşla sındırıb qaçmışdım. İndi də mənim etdiyindən xəbəri yoxdur. Uşaq vaxtı çox şey olub. Uşaqları üstünə falan atırdım. Oyda qonşu nə qədər gəlirdi bizə. Çox az bir şərh gəldi postumuza. Yəni etiraflar çox az oldu, bilirəm. Video da çox qısa oldu. Ümid edirəm video xoşunuza gəldi. Əgər bu tip videolarım var, bu tip deyirəm. Yəni postda paylaşacağam, siz yazacaqsınız, mən də reaksiya verib paylaşacağam. Gəlməyini istəyirsə əgər bu tip videoları, bir dənə like atıb abunə olun. Sona qədər baxanlardan da təşəkkür edirəm. Mənə sona qədər baxdığınız üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz. Çox qısa bir video oldu. Belə gözləmirdim.